Bugün biz deyirik ki bəzən dağların çəkə bilmədiyi, tarih yüklü bir dərdi, ağrını, acını hər rəy çəkə bilmir. Amma bugün biz onu xüsusilə şəhid ataları, anaları, bazı qardaşlarımız çəkməyə məhkumdur. Əslində bu bir məğrurluqdur. Mən həmişə bir oxumuşam, belə işləyirəm ki, başını uca tut, şəhid atası, başını uca tut, şəhid anası. Çünki o sənin mənəvi haqqındır, o məğrur gəzmək, adımını bu torpağa möhkəm basmaq, hər kimə basmaq və bugün bu adımı atmaq, bugün məğrur məclislərin başında əyləşmək, dayanmaq, söz demək, bu sizin mənəvi haqqınızdır. Çünki siz bugün məğrur şəhid ataları, şəhid anaları, şəhid bazı qardaşlarısınız. Salamlayıram şəhid atalarım, şəhid analarım, Allah ola səbir versin. Mən də Vüsalın bu ilə təbrik edirəm, Allah'ın uzun sağlığı. Vüsal həqiqdə yaxşı olandı, Allah uzun ömür, can sağlığı, ailə sağlığı xatırlayıram. Günə gün olsun ki, Kağıtan Sağlık Saraylarının bağlarını tutmayı edirəm. Sağ olun, çok sağ olun. Vüsal, sənin o günü təbrik edirik. Balalarına çok hizmet olsun. Uzun ömürlü olasan, büyük kişi olasan. Allah səni uzun ömür, can sağlığı alsın. Şəhid analarının qarşısında baş edən Vüsal haqqında çox danışmaq var. Vüsalı dar günündə Vüsalı tanımaq istəyən adamların qarşısında mən dayandım, onun arxasında mən dayandım. Vüsal bilir bu axır bu yüksəkliyə olacaq. Mən şəhid anaların qarşısında bir daha baş əyirəm ki, məhz bu tədbiri şəhid anaları irəli sürmüşdür. Ona görə də bir daha baş əyirəm qarşısında və Vüsal, sənə can sağlığı verirəm, səni təbrik edirəm, yüzü yaşayasan, əli də sənin arxında, arxandır. Hər tərbiyəçilərə salamlayıram. Başda şəhid ataları, anaları olmaqla hər birinizi xoş gördük. Vüsal qardaşımın bugün ad günüdür, onu təbrik edirəm. Ailəsindən xoşbəxtlik arzulayıram. Özünə, balalarının, anasına, uzun ömür, can sağlığı arzulayıram. Əlbəttə, hər yerdə deyirlər, Azərbaycanda bir əsr olur, qəhrəmanlar şəhəridir. Bu qəhrəmanlar şəhərinin də əlbəttə belə bir oğul çıxmalıdır. Bundan başqa heç cür ola bilməz. O dərdə Vüsal sizə təşəkkür edirəm. Şəxsən öz adımdan şəhid ataları, analarından sizə təşəkkür edir ki, bizi həmişə yadırırsınız, çəkirsiniz, işıqlandırırsınız. Xoşbəxt yaşa, xoşbəxt bu işləri gör, sana uğurlar arzulayım işlərini. Hamını salamlayıram. Vüsal qardaş, ad günün mübarək, böyük kişi olsun. Günə gün olsun, balalarını xeyir işsinlər. Çox sağ olun. Arap şəhəridir, mən də Vüsal səni təbrik edirəm. Sənə uzun ömür, can sağlığı. Milli hər şey can sağlığı, sənə can sağlığı. Salam Ərvaz Seyircim. Vüsal bizdən 5 ildir ayaqlaşır. Vüsal təmənnasız bir insandır. Təmənnasız. 5 ildə mən özümə cavabdayım.
Bəlkə də bir neçə nəfərin adını bilmirəm. Bizim uşaqları tanıtıran misal. Mən hardasa bir 2 il, 3 il bundan qabaq Avropa ölkələrindən, Asiya ölkələrindən birbaşa canlı tanışmışam. Birbaşa canlı tanışmışam. Azərbaycan vətəndaşlarından. Başsağlığı veriblər. Başsağlığın səbəbkarı da ümumi misal olur. Heç kim deyə bilməsin, bir il olar, il yarım olar. Kimisə baxıcı, qardaşı, əmisi, dayısı paylaşırlar. Bu 5 ildə tamam dayanırlar. Səbəbkar budur. Bunu da bugün ad günüdür. Təbrik edirəm. Qaralarınla yerdə, istəyənlərlə yerdən can sağlığı edir. Öz sənə. Allah canım sağlık etsin. Allah ömrümü uzun etsin. Allah'ın hizmet hayatı. Valla burada şəhər ataları, anaları hamısını salamlayıram. Sağ olun ki, bugün 2 gün bu fisalın əziyyətini yerdə qoymadınız. Bu fisalın bu ad günün burada qeyd eləmək üçün şəhər anaların qabağında baş əyirəm, ataların qabağında. Bu günləri burada bizim 1-ci Qarabağ müharibəsindən qazilərimiz də var, burada saqqallardan var. Onları da salamlayıram ki, sağ olun ki, gəlibsiniz. İnşallah siz demədiniz, ancaq mən istifadə edib deyəcəm. Sizin təməl qoyduğunuz o müharibədə biz də əziyyət çəkdik, sizin işinizi tamamladıq, başa çatdırdıq. Prezidentimizin köməyi ilə, Allahın izni ilə torpaqlarımızı azad elədik. Sağ səni təbrik edirəm. Bu işdə Tüncara xalamla salamlayıram ki, çox irəli təşəkkür sürüb ki, sənin ad gününə görə. Sağ ol, Allah canınızı sağ eləsin.